15 ölkədən 1637 idmançının iştirak etdiyi Vaku Dünya Çempionatında bu ildə yüksək nəticələr əldə edən Azərbaycanın kickboksing komandası vətənə qayıdıb. Millimiz yarışa 6 qızıl, 1 gümüş və 5 bürünc medalla yekun vuraraq Azərbaycan kickboksinginin dünyada aparıcı güclərdən biri olduğunu bir daha sübut edib. Bu yarışda mən federasiyanın ən məşqçi kimi, ən federasiyanın vitse-prezidenti kimi, ən idmançı kimi qatılmışdım və bu yarışda 6 döyüş keçirdim və 6 döyüşü hamısını qalib gəldim. Düzdür, çox çətindir. 2 gün ərzində bu 6 döyüş keçirmək. Amma ona baxmayaraq ki, Böyük Britaniya, İtaliya, Kanada, Şvetsiya idmançı kimi hamısının qalib gəldim, çempion oldum. Əsas bir məqsədim idi ki, vətənə qızıl medalla qayıdım, bayramımızı dalğalandıraq və gimni səsləndirək. Deməli, bu yarışdan qabaq öncə biz təlim məşq toplantımız Qubada keçdi, çox yüksək səviyyədə keçdi. Federasiyanın təşkil etdiyi yığma komanda təlim məşq toplantısına çox yaxşı hazırlaşdıq və gördüyünüz kimi idmançılarımız çox yüksək nəticə ilə gəldi. Düzdür, medallarımız sayı biraz çox da ola bilərdi. Həmişəki kimi biraz hakimlərin biraz qərəz hərəkətlərinə görə problem yoxdur, ancaq yəni ki, bu çox yüksək nəticədir. İdmançılarımız çox yüksək, belə deyək ki, performans göstərdilər və bu hətta digər xarici komandalar tərəfindən də nəzərə alındı, görsəndi ki,